Onun adını eşidəndə hər kəsin üzündə gözəl bir təbəssüm yaranır. KVN Parni iz Baku komandasının sevimli üzvü. Məhəllə və Ağanatik kimi filmlərdə hər kəsi güldürən, pozitiv enerjisi ilə yadda qalan aktyor idi. O, hələ də bizi güldürməyə davam edəcəkdi. Amma təəssüf ki, həyat bəzən qəfil dayanır. Bir müddət əvvəl 49 yaşında idman zallarının birində dünyasını dəyişən aktyordan danışırıq. Bu, əməkdar artist Cabir İmanovdur. Cabir əvvəla çox talantlı bir oğlan idi. Çox talantlı, həddən ziyada. Onun oynadığı obrazlardan, kısa obrazlardan xalqımız onu ona göre sevir ki, o hər obrazın ötəsindən mükəmməl gəlirdi. Çox mükəmməl. Danışığı, səsi, çox gözəl səsi var idi. Zaten Ağanatik onun çox sevilen obrazlarından biriydi. Çok obrazların hamısı sevilirdi. Bir aşık oynuyordu, vallahi zal ayağa kalkırdı. Bir sazla, özde güzel sesi var idi. Bəli, neçə illər çalışdıq. Ən deməli yadda qalan bizim görüşümüz Məhəllə filmində oldu. Tam 2003-cü ildə biz Məhəllə filmini çəkdik. Demək olar ki, bir bomba kimi partladı. Cabir'in orada Eriş obrazı çok sevildi, çok güzel oynuyordu. Aydın meseledir. Cabir İmanov, Tahir İmanov elə aileden dünyaya gelmeyipler. Onlar bir sənətkarın nəvələridir. Şuşa onların vətənidir və Süleyman Ələsgərov kimi böyük bir dahi bəstəkarın ailəsində doğulub böyüyüblər. Onlar təfədən dırnağa talantdılar. Cabirlə biz 1994-cü ildə tanış olmuşuq. Tanışlığımız belə oldu. Bakılı oğlanlar KVN komandası, hansında artıq ilk günlərinin birindən Cabir'in böyük qardaşı Tahir İmanov oynayırdı. KVN çempionatı keçirməyə başladı opera studiyasında. O hədəflə ki, bizdən sonra yeni KVN komandası, Şəvə Xazıcavlar komandası yığaq, onların ideyasıydı. Və inanırsınız ki, çox istedadlı komandalar gəldi o çempionata. Onlardan biri Bıyız Biznesi. İqtisadiyyat Üniversitetinin komandasıydı. Bıyız Biznesi o komandada ilk dəfə kapitan kimi Murad Dadaşov çıxış eləyirdi. İndiki sarayın müdürü, Heydər Əliyev sarayın müdürü İlham Qasımov. Bir neçə çox istedadlı cavan uşaqlar və onlardan biri çox gənc Cabir İmanov idi. Tahir'in qardaşı. Və dedilər ki, bu Tahir'in qardaşı. Artıq o dəqiqədə mən başa düşdüm ki, bu mənim kişi qardaşımdır. İndiyə qədər yadımdadır. O Magnus'un hansı ki, o çıxırdı, oxuyurdu. Belə çox gənc, çox gülərüz. İqruşka filmindən Pierre Richard'la oxuyurdu. Под майкой сердце стучит, как дятел. Пою я громко, должно быть спятил. Çox gülməli, çox məzəli və ürəyi açan bir insan idim. Ondan sonra Cabir bizim komandamıza daxil olundu. Ən maraqlı obrazlar yarattı orada. Cabir İmanovu ilk olaraq təbii ki, KVN-dən tanıyırdıq. Onu əlində sazla sazmen kimi tanıdıq. İlk çıxışından bütün Azərbaycan xalqı onu sevdi. Çünki onun özünə məxsus, səmimi, xalqa yaxın, bəlkə də daha cəsarətli zarafatlarına görə insanların ürəyində yer tapmağı elə belə deyildi. Məhəllə filmində ilk olaraq Tahir mənə bu filmi çəkməyi təklif edəndə, görüş olanda, mən görüşə gedəndə Cabirlə bir yerdə idilər və ekranlardan gördüyüm səmimi, yanağı qəmzəli,
gülməli, pozitiv Cabiri həyatda da çox sevdim. Əslində mən Cabiri səhnəyə çıxmamışdan öncə tanımışam. Çünki o vaxt Sevda Əlmraz qrupunda oxuyurdu, sonra ayrıca solo proyektləri başladı o vaxtdan. Amma sırf yaxın dostluğumuz, ünsiyyətimiz, yoldaşlığımız mən səhnəyə çıxandan sonra oldu. Ümumiyyətcə bütün Parni İzbaku komandası ilə sırf səhnəyə çıxan gündən oldu. Hətta məni parodiya eləyəndə belə mənə zəng vurdular ki, sən yəni kənardan zəng vurdular ki, sən incimədin, sən belə parodiya eləyir. Deyirəm, başa düşmürəm. Mən anlaya bilməm, parodiyadan incimək lazımdır. Təhqir eləyiblərmi, söyüblərmi, parodiya eləyiblər. Yəni bu da bunların işidir, bu da bunların çox gözəl də parodiya eləyiblər. Məsələn, rəhmətli Elçin Tənha mahnısı tankdan çıxıb oxumuşdu. Sonra o deyirlər diriyə də rəhmət olur amma sonra hansısa il idi yadımda deyil. Sevda ilə mən belə bannerlarımı cəhbir tutmuşdu, orada mahnı vardı. Sevda gəldi başıma, sonra da mənim plakatımı cəhbirdi ki, Allah eləməsin. Yəni buna oturub incimək bu düzgündür. Qızım balacaydı, Moskvada məhəllə çəkilişlərində hər dəfə onu görəndə mandalindir, mandalin o sözü çox güldürürdü. Çox həssas idi. Cabirin gözündən heç nə qaçmazdı. İndiyə kimi yadımdadır, biz aşağı mərtəbədə qalırdıq oteldə. O ailəsinin bizə yuxarı mərtəbədə qalırdı. Mənim qızım müğənniləri bir-bir parodiya eləyirdi. Balacaydı, bir 9-10 yaşı vardı. Gəldi, düşdü, dedi, Aytənin nə gözəl səsi var, necə oxşadır, necə manyeralarını tutub, çox istedadlıdır. Qızım da onu həddindən artıq çox sevirdi. Ən yadda qalan anlardan biri Leninin mavzoleydə, belə deyək də, bizim məhəllənin o Lenin mavzoley səhnəsi. Orada onun başının üstündə söhbətimizi eləyirdik. Hər dəfə Cabirin yeri gələndə o katula bunu eləyəndə özünü gülməyə tuturdu, avtomatik bizi gülməyə tuturdu. Bəlkə o 70 dubl oldu. Açıq deyəcəm, Tahir İmanov biraz ciddidir. Əlbəttə o ciddilik də işin ərəfəsində işin düzgün getməsi üçün bəzən bağırmağı, çığırmağı vardı. Görərdin, indi mənə qarşı yox, Allaha şükür, mən indi olur da kollektivdə biri düzgün səhnə. Orada elə bir yerdir ki, ümumiyyətlə bu KVN elə bir şeydir ki, oğlum, bax mən sənə deyəcəm, 30 saniyə, yəni dəqiqəmiz 60 saniyədir və biz 30 saniyədə səhnənin Heydər Əliyev sarayının sol səhnəsi tərəfindən çıxıb, 30 saniyədə əynimizi dəyişib sağ tərəfdən səhnəyə girməliyik. Bilirsiniz, çox ani və cəld olmaq lazımdır orada. Əlbəttə ki, bu məşqlərdə Tahirin görsən biraz çığırırdı, bağırırdı, tələbkar idi. O adama səhnə arxasında Cabir yanaşardı. Tahirin yerinə üzr istəyərdi. Xətrinə dəydisə bağışla, işin xətrinədir. İnanırsınız, mən bunların çox şahidi oldum. Ən yaxın yoldaşlıq oldu 2000-ci ildə Rusiyanın Moskva şəhərində, Rusiyanın paytaxtında əsrin oyunu. Onda Murad Dadaşov dedi ki, Emuçka, sən də bizlə uçursan. Sevada uçurdu, Rast qrupu idi. Biz orada oxuyurduq. Bilirsiniz, yoldaşlıq orada bilindi. Çox yaxın yoldaşlıq. Məşqlər, sonra gəzintilər çox maraqlı idi. Həddindən artıq çox maraqlı idi. Hətta nəsə bir dəfə söhbət düşdü. Deyəsən, Bilalda gözəl insan, Bilalın əlində dəf görür. Nəsə qayıtdım, dedim ki, mən də dəf istəyirəm. Cabir qayıtmadı, qardaşın ölməyib ki, Bakıya gedək alaq. İnanın Allaha ki, biz qayıtdıq Moskvadan Azərbaycana.
Heç bir həftə keçməmiş Cabir məni yığır, deyir, gəl ginə Malakan bağın yanına orada görüşürük. Hardasın deyirəm, şəhərdə. Mən də şəhərdəyim. Gedim Malakan bağın yanında orada Malakanla üzbəyiz. İndi bilməm durubmu o dükkanı yoxsadım. Balaca belə musiqi dükkanı vardı Xudmani. Gözəl bir dənə dəf aldı, hədiyyə etdi mənə. İndiyənə qədər o dəf məndəndir. Bilirsiniz, ona baxmayaraq ki, Tahir'in kiçik qardaşı idi. Amma Tahir'in arxasında bir dağ kimi böyümüşdü. Tahir məhz sənət adamıdır. Cabir'in də 2-3 sənəti var idi də. Və hər dəfə ona podдержка və kiçik qardaş kimi daim yanındaydı. Hərdən bir Tahir'ə deyirdi ki, mən səni qısqanıram ki, sənin yanında belə qardaş var. Cabir'in ayrı bir qeyri-adi istedadı var idi. Babasından gələn istedadı. Bir neçə dəfə mənə öz musiqilərini göstərib. Telefonda. Bilirsiniz, elə bil ki, dahi Süleyman Ələsgərovun ruhu Cabir'in qanına düşmüşdü. Onu az adam bilir ki, Cabir belə gözəl musiqi yazırdı. Biz domino daşına oyun kimi baxırıq, amma onun üçün domino daşı belə bir yaradıcılıq idi. Ondan çox gözəl bir saat düzəldə bilərdi, tavan düzəldə bilərdi, divara çox gözəl bir mənzərə düzəldə bilərdi. Adi içdiyimiz butulkalar belə o yığıb ondan maraqlı bir kontekst düzəldə bilərdi. Adi bir şəkildən, qəzetdən belə maraqlı kontent hazırlamağı bacarırdı. Baxın, bu yaşıma qədər gəlmişəm. Hələ mənim ətrafımda Cabir qədər mənalı, Cabir qədər məzmunlu, yaradıcılıq dolu və qabiliyyətli, bütün mənalarda qabiliyyətli. İkinci belə bir adama rast gəlməmişəm. İnanın, mən xəstə olanda, bax onların 2 qardaş o qayğısını gördüm. Mən onkologiyada yatanda öz qohumlarımı belə icazə vermirdim yanıma gəlməyə. Bir gün qapım döyüldü, palatanın qapısı açıldı, gördüm ki, Tahirlə Cabir mənim yanıma gəliblər. Hər adam onkologiyaya girmək istəmir. Onun adı da qorxuludur, xəstəxanada, amma o 2 qardaş mənim yanıma gəlib 1 saatdan çox mənim yanımda oturdular. Yeni planlarından danışdılar. Mən sizə bir söz deyim. Mən zamanında da onu verilişlərimə dəvət edirdim və son zamanlarda da dəvət etdim. Amma verilişlərə gəlməkdən vaz keçdi. Dedi ki, istəmirəm gəlməyə. Artıq bu dönəmdə ekrana heç gəlməyə çıxmaq istəmirəm. Çünki indi elə bir məqamdır ki, belə bir vəziyyət yaranıb ki, gəlirsən, çıxırsan, zarafat eləyirsən, deyirsən, gülürsən, anlayanı var, anlamayanı var, paylaşırlar. Sonra bunun altında oturub bir şeylər yazanlar var. Mən onlara özümü yem etmək istəmirəm. Özümü onların, belə deyək də, qələmində, münasibətində görmək istəmirəm. Və adam o qədər haqlıdır ki, söhbəti kontekstdən çıxarıb paylaşanlar özlərinə xal toplayırlar. Sonra münasibət bildirirlər və necə münasibət bildirirlər. Bu baxımdan mən ona haqq verirdim və onun fikirlərinə də çox böyük hörmətlə yanaşırdım. Cabir İmanov 2 dəfə ailə həyatı qurub. İlk evlilikdən 2 qız övladı var. İkinci nigahdan isə 2 oğlu dünyaya gəlib. Çox ailəcanlı insan idi. Övladları üçün ən yaxşısını etməyə çalışırdı. Evladlarına qarşı çox mükəmməl bir ataydı. Atalı, ata necə olar? Atanın evladlarına qarşı, ailəsinə qarşı necə olmalıdır? Cabir o barədə mən deyərəm ki, lap birinci yerdə idi. Cabir kifayət qədər həyat dolu, sevgi dolu bir insandır. Cabir çox yaxşı ata, çox yaxşı oğul, çox yaxşı dost. Bütün missiyalarını həyatda ən yüksək şəkildə həyata keçirdən bir insandır.
doğrudan da onun evladları haqqında necə sevgi dolu, ağız dolu danışmağı, onun arzuları, bunları danışmaqla bitməz. O çox yaxşı, hər tərəfli bir insandır. Evladları Londonda təhsil alırdı, orada çox gözəl uğurları da vardı qızlarının. Oğulları balacadır və genetika böyük faktordur. Hesab edirəm ki, gələcəkdə belə bir ismi eşidəcəyik biz. Cabir İmanovun ölümü tamaşaçıları çox məyus elədi. 49 yaşlı aktyor idman zallarının birində qəfil ürək tutmasından vəfat etdi. Bu xəbər dostları üçün gözlənilməz oldu və onlar böyük sarsıntı keçirdilər. Mən bir kanalda, Xəzər kanalında səhər verilişində qonaq idim. Orada deməli Ayaz Qasımov gəldi. Bir fasilədə Ayaz Qasımov deməli axırıncı fasilə idi. Ayaz oturdu məhəllənin melodiyasını, o qəmli məziyə yazılan o melodiyanı çaldı. Siz fikir verirsiniz. Verilişdə də məhəllədən danışdıq, amma Cabirin adını çəkmədik. İlçini yada saldıq, məhəlləni yada saldıq. Baxın, bu qəribə bir hadisə oldu. İkinci reklamdan sonra qutardı veriliş, sonuncu parçaydı. Mən oturub maşına, müalicəyə gedirəm, reabilitasiya mərkəzinə gəlirəm. Mənə zəng elədilər. ATV-dən Ümid var orada. Zəng elədi ki, Kübra xanım, siz hardasınız? Dedim ki, mən kanaldan çıxıram, reabilitasiya mərkəzinə gedirəm. Sizin xəbəriniz var, Cabir İmanov rəhmətə getdi. Fikir verirsiniz, o melodiya orada çalınanda, Cabir orada o idman zalında yerə yıxılan anı Ayaz Qasımov başqa bir melodiyada çala bilərdi. Mən səhər verilişə çağırıldım, getmədim, telefonla bağladım. Vüsaliyə dedim ki, Vüsalə qızım, Ayaz niyə başqa melodiya çalmadı? Allah bizə bir siqnal mı verirdi onda? Mən elə bilirəm bir siqnal idi ki, məhəllə bir personajını da itirdi. Çəkilişdəydik. Axşama doğruydu. Mən uşaqlar bilib, amma mənə deməyiblər. Və çəkilişin artıq bitməsi idi. Hardasa 9 deyil, belə 8 falan kimi idi. Bunu da bildim. Anlamadım. Elə bir ki, belə tam belə eləyə bilmədim. Hadisənin baş verməsini hələ mənim beynimə, dərakimə oturmurdu. Və çox sonra baxdım ki, telefonuma yaxın getdim ki, telefonumda saysız hesabsız zənglər, mesajlar. Telefondan elə bil ki, yaxın getməyə belə qorxurdum. Təbii ki, sabahsı günü vida və o an üçün Tanrıdan bir arzum vardı. Bütün arzularımı gömüb bir arzumun gerçəkləşməsini istəyirdim ki, bu yuxu kimi olardı. Ayılıb görərdik ki, heç də mən bu yuxuymuş. Təəssüf ki, bu yuxu olmadı. Mən səhər tezdən oyanmışdım həmən gün. Və səhər sübh tezdən o qədər işim vardı. Mən telefona baxa bilmirdim. Səhər deyildi, yox, günorta. Amma çox işim vardı. Bilirsiniz,
Mənə Avstraliyadan zəng gəldi. Siz inanmazsınız. Və dedilər, Ema, sənin xəbərin var. Deyirəm, nədən? Deyir, bir dəqiqə gözlə. Və mənə xəbəri göndərəndə mən şok keçirdim. Artıq mən açdım sosial şəbəkələri və Sevdə qaçdım otağa ki, gözləri çox dolmuşdu. Biz dözmədik ki, əgər hansı ki insan bir insanı çox yaxından tanıyanda, ən gözəl xüsusiyyətlərini biləndə, təbii ki, insan çox böyük sarsıntı keçirdi. Biz hamımız bilirdik ki, Cabir çox sağlam, beynində ilk dəfə insan idi ki, o bilirdi. Haçan nə olar eləmək, nə yox, səyahətinə baxırdı. Bu çox bir gözdən dilmədən fakt oldu bizim üçün. Desək ki, də kimsə xəstə idi, kimsə hansısa azarlıqlarla mübarizə göstərirdi. Yox, özü də o heç nə də fanat deyil idi. Yenə də deyirəm, masa arxasında da dostuydu, amma lazım olanda vaxtın sərf eləyirdi idmana da. Öz gününü çox düzgün planlaşdıra və həyatını çox düzgün planlaşdıra bilən bir insan idi. Ona görə baxmayaraq ki, bizdən hamımızdan kiçik idi yaşda. Amma çox şeydə bizdən ağıllı idi o. Öz gününü də düzgün planlaşdıra bilirdi, öz sağlamlığına da baxırdı. Və ona görə bu hadisə heç ağla batan hadisə deyil. Sağlığında biz onun kim olduğunu bilirdik. Şəxsən öz adıma deyirəm, komediyanı, ümumiyyətlə satiranı, sarkazmı anlayan bir insan kimi deyirəm. Mən Cabir İmanovun kim olduğunun çox böyük fərqində idim. Amma nə yazıq ki, fərqində olmayanlar, belə deyək də, heç kimə fərq qoymadan ağızlarına gələni, ağıllarına gələni elədilər. Və bugün də Cabir İmanov kimi bir şəxsiyyətin aramızdan yoxluğu, gedişi, vaxtsız gedişi bizi yandırıb yaxır. Hansı ki biz ondan, onun istedadından daha çox yararlana bilərdik. Cabir kifayət qədər möhkəm, kifayət qədər güclü, həyatı anlayan və həyata deyir, anlayan həyata komediya gözü ilə baxır, anlamayan faciə gözü ilə. Hər şeyin onun üçün aydın idi və hər şeyin öz yeri vardı. Onun bir saniyə başını qaşımağa belə macalı yox idi. Çox böyük ictimai işi vardı. Eyni zamanda onun bəstələri vardı. Onun öhdəsinə götürdüyü 100 cürə işi vardı və hər sahədə vardı. Təbii ki, bizim hər birimizin həyatında stresli anlarımız var, məqamlarımız var. Həyat rahatlığım kimi rahat deyil. Bizim çətinliklərimiz var, üzləşdiyimiz itkilər var. İşlərimiz bizə stres gətirir. Təbii ki, o dama-dama da göl olur, yığıla-yığıla müəyyən bir şeylər ki, bizdə öz izini buraxmadan getmir. Bütün xəstəliklər stressdən əmələ gəlir. Yəni, xəstəlikləri hansısa fitnessa və ya falan atmaq lazım deyil. Atmaq lazım deyil. Bu düzgün deyil, yəni. Mənə elə gəlir ki, əgər biz sizlə oturub söhbət eləyiriksə, gözəl xatirələrdən danışmalıyıq. Axı, Cabir elə bir insan deyildi ki, oturub pessimist söhbətlər eləyək, bilirsiniz. Ən gözəl xatirələrlə danışırıq, xoş xatirələrlə yada salırıq. Amma təbii ki, heç kim istəməzdi ki, Cabir vaxtsız dünyadan köçsün. Axır vaxtlar, axırıncı 4-5 il bizim ümumi ayrı bir yaradıcılığımız oldu. Belə vaxt çıxdı ki, Bakılı Oğlanlar komandasının bir 50 yaşı tamam oldu və mən
bu yubileylərə bir neçə mahnı yazdım. Biz onları təbii ki, heç yerdə göstərmir. Bu vnutryak ruslar, KVN-şiklər demişkən vnutryak. Bir-birimiz üçün mahnılar yazdırırdıq və yubileylərdə göstərirdi və Cabir birinci idi. Birinci Cabirə zəng vururdum ki, Cabir nə işi vardı, gəlirdi təbii kimin? Mehdinin ad günüdür, həmən gəlirəm yazmağa. Emilin ad günüdür, həmən gəlirəm. Və əfsuslar olsun ki, onun 50 illiyinə biz artıq belə şən mahnı yazmayacağıq. Aktyorun ölüm hadisəsi ilə bağlı sosial mediada yayılan video görüntü ictimaiyyətdə böyük təəssüf doğurdu. Dostları və həmkarları bu videonu yayanları qınadılar və bunun doğru olmadığını qeyd etdilər. Bu yaxşı bir hərəkət deyildi ki, həmən videonu götürüb sosial şəbəkələrə yüklədilər. Bu çox pis bir hərəkət idi. Həmin o kameradan götürüb sosial şəbəkələrə paylaşmağa mənə elə gəlir çox pis hərəkət idi. Onu sosial şəbəkəyə yükləmək olmazdı. Çünki Cabirin ailəsi var, Cabirin valideynləri var, övladları, həyat yoldaşı. Bu bilirsiniz də, onsuz da insanlar sarsıntı içində və bu videonu görmək. Yəni, bu düzgün deyildi. Və mən bilməm kim bunu yükləmişdi, amma mən bu insanı qınayıram. Təbii ki, paylaşılmamalıdır. Bu çox ən ağır məqamdır. Bu videonu paylaşıb tirajlayanlar da təsəvvür eləyin ki, həyat bumerangdır. Hər bir kəs bu həyatda nə əkirsə, onu da becərir. Ha buna don geydirsinlər ki, şəffaflıq üçün, falan üçün, bunun üçün aidiyyatı qurumlar var, aidiyyatı yerlər var. Bunu onların görməsi yetərdir. Bunu xalqa göstərmək, bunu tirajlamaq və bu tirajlanma səhifəsinə baxışları artıranlar bilsinlər ki, bu həyat bumerangdır. Öz karmalarını çirkləndirirlər. İtkilər olan məqamlarda, belə ağır anlarda onu təqdim etmənin forması var, qayəsi var, münasibəti var və ondan sonranı bir düşünməsi var. Bu ağır itkiləri mən də yaşamışam və bu ağır itkinin sahibi kimi deyim ki, medianın içində vicdanlısı da var, ürək yanğısı ilə yaxınlaşanı da var. Və həmin anda daha çox baxış, daha çox tirajlanmaq istəyən media deməyə də dilim gəlmir. Belə insanların arzusu, istəyi, belə şeylər üzərindən baxış sayını toplamaq istəyənləri heç vaxt anlamayacam. Həmin zaman ağrını hiss edənlər yalnız bunu necə təqdim etmək lazım olduğunu bilirlər. Onlar da var olsunlar, amma qalanları özləri bilsin, Allahları bilsin. Yaxınlaşmaq, həmin anda nəyi görmək istəyirlər? Həmin anda nəyi çəkmək istəyirlər? Nə fərqli olacaq ki? Hər bir canlı ağrını eyni cür hiss edir. Yaxınını itirən insanlar ağlayacaq, çığıracaq, bağıracaq. Təbii ki, bunsuz necə keçirilə bilər? Yəni, burada dəyişən heç nə yoxdur. Hər kəsin ağrısı eynidir. Hər kəsin doğmaları var, sevənləri var. Başqa nəyi çəkmək istəyirlər? Nə qədər ehtiyac var? Bu ağrını, bu haykırtını çəkib paylaşmağa heç bir ehtiyac yoxdur. Heç bir ehtiyac yoxdur. Biz əgər nə isə çəkmək istəyiriksə media olaraq,
o qədər diqqət göstərir ya həmin anda. Kaş ki o diqqəti onun bu qədər əziz və dəyərlidirsə, onun sağlığında gedib gəlib yaradıcılığına işıqlandırın, gedib gəlib sözlərini, söhbətlərini, çıxışlarını paylaşın. İnanın ki, o bu dünyanı dəyişmək üçün bu şeyləri edir. Amma o adam dünyasını dəyişəndən sonra artıq onun üçün heç nə dəyişməyəcək. Siz kimin üçün bunları eləyirsiniz? Vaxtında olmayan diqqət ölümündən sonra artıq heç kimə lazım deyil.